digər başqa problemlər yaradacaq. Onu biləcək, əməliyyat yaradacaq, valideynlər də razı oldular. Birinci uşağın indiki görüntüsünü xahiş edirəm, çox diqqətlə izləyin. Yəni, mən onu böyük qılqala nəticəsini gözləmişəm. Birinci nə baş verir? Baxın, Renatın görüntülərini təqdim edin. Renat dəstək olmadan ayağa qalxa bilmir, hərəkət edə bilmir. Videonu təqdim edək, dostlar. Həyatınız xeyirli olsun. Renat bizə Şəkidən gəlib. Qısa məlumat verim. Renat necə? almış. Avropa Üst Plastik Cərrahiyyə Dərnəyinin orada yəni bir nömrələr verilməlidir, kanun kimi. Verin də, doktor. Verəydi. Mən Kərimə onu dedim ki, yəni orada yəni belə olmalı. Dedim ki, biz danışmışıq demişik. Yəni Rafa dedim ki, yəni sən şeylə biz köməli ilə. Siz onlara dəstək verin, Allah da sizə biz dəstək verəcəyik. Təşəkkür edirəm. Bir daha minnətdaram həkimimə. Konstruksiyanı gücləndirmək üçün. Sənan doktor işin böyük hissəsini götürübdür. İlyas doktor mənə dedi ki, nə lazım olsa demişəm növbədə doktor, gözləyin, xəbər verəcəm. Burada mənim ürəyi yumşaq bir həkimim də var. Özdə sizə bir söz deyim. Çox vaxtı eləyər deməz ha. Gələr sakitcə verər, çıxar gedər. İndi nə edəcəyik? O cür əməliyyatlar edə bilir gözəl. İnsanlar onu sevir gözəl. O uşaqları sevir. Mən sizə deyim. Çünki özü yaxınlaşır. Deyim ki, nə lazımdır? De, tapmışam nə lazımdır. Deyim. Onların çox balaca hamam otaqları var. Onun kafeli, metlağı bir də içinə sanuzildə. Çox az dedim. Amma çox sağ olun. Vəssalam, məsələ bitir. Mənim həkimlərim qorxmaz belə şeylərdən. Onlar böyük zövqlə edərlər, vallahi. Açılışına da hamısını aparacam. Məsələn, bir cərəyana bir şey taxanda deyəcəm, Sənan xan kişi, Allah səndən razı olsun. Əlimi gedib yuyanda o sahne deyəcəm, ay Vüqar doktor, su qədər ömrün olsun. Bax, belə deyəcəm hamısına da təşəkkürümü edəcəm təbii ki. Çox sağ olun. Bir daha minnətdaram sizə. Keçək hədiyələrə, studiyaya. Nicat müəllim, bu dəfə mesajları sizə ünvanlayıram. Ayfən yoxdur, yeridən Nicat müəllim. Nə olar, reklama keç sonra elə də. O dedi, mən eləməm. Kimi tikinti materialı gönderdi, kimi ev eşyası. Və böyük məişət əşyalarımız da buradadır. Xeyrxalq insanlar kimsəsiz qardaşlar üçün səfərbər oldular. Yanan evdə Gidib kredit götürəcək adamı da tapır. İndi mənə gətirir ki, mən kitab yazmışam. Dedim ki, bəli, bu ürəyə malik insan elə yaradıcı adam olmalıdır. Onun qələmindən, onun ürəyindən sözlər süzülməlidir. Böyük xanım yeganə qəlb yarası. Mən bunu mütləq oxuyacağım, mütləq. Xanım özü də bizim studiyamızdadır. Siz xoş gəlmişsiniz. Mən çox şadam. Gəlin bura, gəlin. Çünki sizin gətirdiyiniz bəli, gətirin onun gətirdiyi hədiyələri bura. Siz xoş yanında kömək eləmə adam da gətirib. Get gətirdim, tez ol. Ay sənə quzu kəsərəm. Nələr gətirmirsən sən? Bəhbə. Hamısından təzə alıb, yataq dərsinin üstündə də yazılıb. Bax, niyə gedib əzilsən, pərdə alırdın da, gözəl xanım. Bu mətbəx üçün süfrədir. Bu stolun üstünə süfrədir. Hamısı da zövqlüdür, gözəl süfrələr alıb gətirib. Və bu da ki, çaynikdir. Ay Allah, sabuna qədər, paraşoka qədər, Ay halal olsun, nə deyim sənə? Allah ürəyinə görə versin, ay xanım səni. Maşallah, sən mağazada heç nə qoymamışsın. Çıxar. Buna baxın. Çin, hamam dəsmallarını, böyük dəsmallar, əl-üz, çay dəsmalına qədər alıb. Ay eşq olsun, ver onları qoyacam bura hamısını. Əla. Orada bir dənə də elə bir görürəm. Nəysə. Sənə yorğandır, mənim bir qonşum var gəlir, o göndərdi. Qonşunuz göndərib yorğanı, sağ olsun. Allah razı olsun Esmira xanımdan da. Baxın, qaşıq dərsidir, yenə həmin qadın göndərdi. Esmira xanım göndərib bunu. Bax, bütün qaşıq taxta nəsə doğrayacaqlar. Onlar toyuq bişirə bilirlər, düzdür, biraz yandırırlar, amma öyrənəcəklər. Bunları da qoyaq bura, tamam, sonra əməkdaşlarımız verir. İşlətmək üçün. Yuyucu vasitəni almışsınız, onun qabını da alıb
necə düşüncəlisiniz? Mən sizə çox təşəkkür edirəm. Çox sağ olun. Yəni, Mən nə sizə qədər sağ olun desəm az minnətdaram. olar. Mən sizə minnətdaram. Bu hər birimizin borcudur. Çünki kimsə ola bilməz ki, yıxılmayıb. Ay sizə quzu kəsərəm. Ay, mənim uşaqlarıma halal olsun. Bir daha Dostlar, bunu alın. Sizin Bakıda xanım adında bir nənəniz var. Götürsünüz. Hər zaman qapım 24 saat sizə açıqdır. Sizin bir nənəniz var burada. Unutmayın, yaxşı mı? Siz də mənim balalarımsınız. Çünki mən həyatda hamısını itirmişəm. Siz mənim balalarımsınız. Yox, oğlum. Bilirsiniz, həyatda insan formalaşmalıdır. Çalışın ki, pisə doğru yox, yaxşıya doğru gedin. 10 milyonluq Azərbaycan xalqı sizin arxanızda dayanıb, sizə əl tutur. Heç kəsin ümidini boşa çıxarmayın. Çalışın ki, həmişə, yenə də deyirəm, nə sıxıntınız olsa, mənə üst tutun. Nömrəni orada qoyacağım, mənə üst tutun, mənə zəng edin. O zümrüt quşunu bir-birinə tükülüb, bir-birinə tutan kimi mən sizin üçün hazır olun. Bizə belə böyüklər lazımdır. Vallahi bizə belə böyüklər lazımdır. Siz narahat olmayın. Sonra mən sizə minnətdaram. Təşəkkür edirəm ki, nə yaxşı ki siz varsınız, sizlər varsınız. Nə yaxşı ki, hər kəs əlindən gələni edir. Əl tutmaq əldən qalır. Biz kimi ki, bir zamanlar olur ki, sizə bir xırda bir söhbət, bir cümləlik. Yox, bir zamanım olur ki, ailə başımı itəndən sonra məni baldızım zorla evdən çıxardı. Qoltuğumda körpə. Su içməyə stəkanım olmuyor. Çay için ürəyim yanır. Kiraya qalıram. Ev yası samavar qaynadır, çay içir. Mən üzümün yanına tuturam ki, çayı görmüyorum. O ev yaşın öz vicdanı hardadır o çayda? Özüm olaydı. Allah. Təsəvvür edin ki, çörəyə yemişəm ürəyində qalır. Gelib əlimi tutmuşam krantın altına su içmişəm. Ancaq indi hər kəs bilir, tanıyanlar. 2 yerdə evim var, 2 dənə maşınım var. Şükürlər olsun. Ali təhsilliyəm. Ürəyinin çörəyini sən yeyibsən. Bəli, ürəyimin çörəyini yeyirəm. Qarşınızda bir məqsəd qoyun. Yıxılıb duracaqsınız, ancaq o məqsədə çalışın ki, çatasınız. Yıxılmaq sizi sındırmasın, yıxılmaq sizi yormasın. Olsa, o məqsədə çatmağa çalışın, can verin onun üçün. Çatacaqsınız o zəhmətə. Lara xanım, sizə minnətdarım, Su çox içməyə, sağ olun. suyu olmayan, çay içməyə, çaya baxıb üzünü çevirən bir ana bunları sizə deyir. Bu bir həyat məktəbidir dostlar sizin Bəli, üçün. bəli. Bu deməkdir ki, ümidsiz olmaq olmaz. Hətta gördünüzmü, hər şey yandı, gör necə yenidən çiçək açdı insanlar. Ondan da gözəlləri olacaq, ondan da yaxşısı. Deyək ki, bir dənə yolunuzu çaşmayın. Kimisə sözünə baxıb arxasınca getməyin. Özünüz fikirləşin, öz məqsədinizə çatmaq üçün sürünün. Yıxılın, durun, Холодно. Üstünüzü təmizləyin və davam edin. Çay pey, потом таблетка пить. Damdalı tikanlı ömür yollarım, yorğun dizlərim, taqətsiz dizlərim, yorğun qollarım, başına dolanım, qadanı alım. Bu şeir o kitabda var. Bilirsiniz nə var? Adı qəlb yarasıdır, gəldim qəlbimizi yaraladım. Bu neyim ki, mən belə, o mənim qələmimdən sözdür, məndən Amma asır deyil. sizin kimi böyüklərin bax gəlməyinə, burada nəsihət vermələrinə, o uşaq onu heç vaxt unutmayacaq. Hər ikisi sizin sözü zaman-zaman xatırlayacaq. Mən də istərdim ki, unutmasınlar, Siz çox yoldaşlarına yaxşı şəkərləsinlər onu. Çox gözəl iş. Bugün pərdə üçün getməlidirlər oradan ölçü götürməyə. Getmişlər də, Sabaha qalıb. elə mi? Sabah gedəcəklər. Çünki dünən onu zəngləmişlər, Narahat bir olun, sabah gələcəklər. gələcəklər. Nəsə işlər. Yəni kəndədir, şarjistdir. O adam özü məndən şarjistdir, deməli biz onu tərcih dükkanın özü. Çox gözəl. Böyük mağazadır. Allah İmkanınız olarsa gələrsiniz, özünüz seçim edərsiniz Allah kömək. və biz onu hazır edib ərsəyə gətirəcəyik. İnşallah. Sizə minnətdaram, buradakilərə minnətdaram. Kim əlini uzadır, mən ona minnətdaram. Təşəkkür edirəm. Çox sağ olun Leyla xanım. Nə yaxşı ki, siz qucaq açdınız belələrinə. Nə yaxşı ki, siz gəldiniz bura. Çox sağ olun. Çox minnətdaram sizə. Tələsirəm. Can, gedə bilərsiniz. Bilirsiniz ki, mən məktəbə uşaq aparıb getirdim. Bilirəm. Servis çəkmişdim mən. Bilirəm. Gedib gələ bilərsiniz. Sağ olun. Nə vaxt istərsəniz xoş gəlirsiniz. Sağ olun. Dostlar. Hər zaman sizin bir nənəniz var. Unutmayın, nənəniz Bakıda sizin hər zaman yolunuzu göstərir. Adı da xanımdır nənənin, özü də xanımdır nənənin. Vəssalam. Təşəkkür edirəm sizə, xanım. Çox sağ olun. Minnətdaram. Həqiqətən. Köməkçilərini göstərin onu deyim, göstərin. Bax, gətirim ki, qabları kömək eləsinlər, qoysunlar. Çox sağ ol, xanım, sağ ol. Təşəkkür edirəm sənə. Çox sağ ol. Bəli, ehtiyacımız var bizim bu cür məsləhətlərə, bu cür tövsiyələrə, bu cür yardımlara. Bizim
dedikləri bu uşaqların yoluna mayak olacaq, işıq olacaq. Çünki həyatdır, yıxılmasan olmaz. İnanıram ki, onda o sözlər yadlarına düşəcək və durub üstlərini çırpıb yenidən öz yollarına davam edəcəklər. Və mən az öncə dedim ki, hədiyyələr gəlməkdə davam edir. Növbəti hədiyyə də var. İstəyirəm o hədiyyə sahibini də, sahibəsini də daha doğrusu, dediyim kimi nəvəsi ilə durub ta uzaqlardan